رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala men la nebiye ba'de. Allah Azze ve Celle'ye həmd olsun. Artıq Ramazanın yarısını geride qoyubdur. Həqiqətən də Ramazana yetişmək, Allah Azze ve Celle'nin qullarına böyük bir nimət. Bu ayda ibadətləri də gözəl şəkildə yerinə yetirmək də Allah Azze ve Celle'dən qullarına böyük nimət. Biz bilirik ki, Ramazan ayı xeyirli aydır, mübarək aydır. Necə Allah Azze ve Celle buyurur: "Şahru Ramazan ellezî unzile fîl Kur'an." Ramazan ayında Kur'an inmişdir. Biz bilirik ki, Kur'an birinci Zuma'ya inir. Fîtul İzze'ye. Sonra isə 23 ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbinə inir. Və indiyə qədər də bizim qəlbimizə Quran inir. Yəni, Quranı biz əgər anlayarıqsa, tədəbbür edəriksə, başa düşəriksə, o bizim qəlbimizə inir. Misal üçün, Ömər bin Xattab, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan köçərkən, Ömər bin Xattab deyir ki, kimdirsə ki, Muhammed ölüb, onun əllərin və ayaqların kəsəcəyəm. Bu əsnada Əbu Bəkir gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm otağına daxil olur, onun kəfənini açır, alını öpür, sonra minbərə çıxır, deyir, ey insanlar, kim Məhəmmədə ibadət edirsə, bilsin ki, artıq o ölüdür. Kim Allaha ibadət edirsə, bilsin ki, o heç vaxt ölməyən, həmişə yaşayandır. Bu Ali İmran surəsi 144-cü ayəsini oxuyur. Məhəmməd də bir Rasulüdür, ondan öncə də Rasulullah gəldi, keçdi. O ölsə, dininizdən mi geri dönəcəksiniz? Və bütün sahabələr deyirlər ki, bu ayəni sanki biz ilk dəfə eşitdik. Yəni, o ayə onların qəlbinə o vaxt daxil olur. Və alimlər deyirlər ki, insanın qəlbinə nə zaman ayələr daxil olur? O zaman ki, qəlbin islah eləyərsən. Və sahabələrdən biri, sənəmsə sahabə olub, yəni Utbə. Utbə gedir xalası Ayşəni ziyarət eləməyə. Görür ki, Ayşə anamız Ali İmran surəsi 171-ci ayəni oxuyur. Hər kəs ora varid olacaq. Və bu ayəni təkrarlayır. Ali İmran surəsi 171-ci ayəni, Məryəm surəsi 71-ci ayəni təkrarlayır. Və Utbə deyir ki, çıxdım, biraz dolaşdım, sonra yenə geri qayıtdım, gördüm ki, yenə Ayşə anamız bu ayəni təkrarlayır. Elə bildim ki, deyir, anam çaşıb. Dedim, ya ümmə, ey ana deyir. Sümmənunə cillədinə təqav. Sonra Allah təqvalara qələbə verəcək, yəni uğur verəcək. Xilas edəcək, bəli. Yəni, elə başa düşür ki, Ayşə anamız xəta eləyib, ya unudub namazda, yəni onu belə xatırladır. Və sonra yenə gelib dolaşıb gəlir, görür yenə bu ayəndə təkrarlayır. Və deyir, ana, sən neyinirsən axı? Oğlum, istəyəm ki, o ayə mənim qəlbimə daxil olsun. Yəni, sahabələr ayələrin qəlbinə daxil olması üçün çalışar. Xüsusən də Ramazan ayında. Çünki Allah Azze ve Celle buyurur ki, Ramazan ayında indi. Şəhru Ramazanə ləzi unzilə. Ramazan ayında inir. Yəni, Quran inir. Və biz qəlbimizi bu ayda islah eləyəriksə, Allah Azze ve Celle Quranı bizim qəlbimizə daxil edəcək. Zaten elə Allah Teala kitabında da Quranı ruh adlandırır da. Bəli, niyə bəli. ki? Niyə görə? Çünki bədəndə ruh olarsa bədən yaşayır. Əgər ruh olmasa bədən ölü bədəndir. Bəli. Quran dirədir, bax, qəlbləri dirildir. Və kəzəlikə əvhəynə ileykə ruhan min əmrinə. Biz öz əmrimizdən sənə bir ruh nazil etdik. O da nədir? Quran-ı Kərim. Demək, Quran-ı Kərim qəlblərə oturacaqsa, qəlbə daxil olacaqsa və qəlb onu tədəbbür edəcəksə, o qəlb həmişə diri olacaq və bəli, islah olunmasına yardım edəcək. Çünki Allah Teala zaten kitabın nazil etməkdən məqsəd nə olub, əziz qardaşlar? Yəni, biz həmişə bunu deyirik. Quranın nazil olma səbəbi insanların oxuyub ibrət alınması, ayələri üzərində düşünməsi, tədəbbür eləməsidir. İnsan tədəbbür eləmirsə oxuduğu Quranı, o necə oxuduğu Qurandan həzz ala bilər? Mənalarını başa düşmürsə necə təsirlənə bilər? Çünki bəli, bu ərəb dili bizim üçün əcnəbi bir dildir. İnsan onu oxuyanda mənalarına baş baxmayan da, baş vurmayan da, yəni bu şükür Allah əlimizdə tərcümələr var və təfsirlər də tərcümə olunur, Allah razı olsun, qardaşlar tərcümə edirlər. Bax, mənalara başa düşməyən də o qəlb təsirlənmir. Yəni mücərrəd oxumaq da kifayət eləmir.
Baxmayaraq ki, hər hərfinə 10 savab var, lakin tədəbbür eləmək, düşünmək lazımdır. Kitabun ənzəlnahu ileykə mübarakun liyəddəbbəru ayətihi və liyətədəkkərə ulul əlbəb. Ayələri üzərində düşünsünlər deyə və ağıl sahibləri ibrət alsınlar deyə biz bu mübarək kitabı sənə nazil etdik. Allah kitabı nə adlandır? Mübarək kitabdır, bərəkəti, xeyri bol olan kitab. Lakin nə vaxt? Əgər insan təbii ki, tədəbbür edərsə, onun ki, alimlər deyirlər ki, sizin sözünə qüvvət, müəllim, deyir ki, əgər insan deyir, yəni bu oxuduğu ayələr və zikirlər, dualar var, deyir, əgər deyir, bunların deyir, mənasını başa düşərlərsə, üzərində düşünərlərsə, deyir, onun deyir, təsiri güclü olar və faydası çox olar. Bax, dualardır, zikirlərdir, Quran ayələridir. Nə vaxt təsir edir? Sən o mənasını başa düşəndə, tədəbbür edəndə. Amma başa düşmürsə, mücərrət oxuyursan. Çox əlif, ləm, mim, dəlikə, kitabu, la reybə fi, hudəllil muttaqin. Elə oxuyursan, deməsə, amma başa düşmürsən, nə oxuyursan. Onun təsiri az olacaq. Təbii Quran xeyirdir, bərəkət, lakin təsirin çox olmasını istəyirsənsə, qüvvətli olmaq istəyirsən, mənasını başa düşməlisən. Bax, bəzi qardaşları girələnlər, deyirlər ki, məsələn, olur, suallar bazardan da gəlir, qardaşlardan və s. Deyirlər, qardaş, namaz qılırıq, amma xoşu ilə qıla bilmirik də, nə kömək ola bilər bizə? Deyirəm, qardaş, namazın mənasını başa düşmürsən ona görə. Sözlərin mənasını başa düşsən, sənə təsir edəcək. Təkbirdən başlayıb daha təslimə qədər o mənaları başa düşmürsən. Heç olmasa açıb, yəni belə deyək də, indi o tərcüməsi var da, şükür Allah'ın namazın sözlərinin. Sən başa düşsən tərcümədən, artıq mənalar səndə oturacaq. Onda dərk edəsən, deyəndə ki, Subhanə Rabbil Alim, nədir, başa düşəsən? Subhanə Rabbil Alə, Fatihanı oxusa, Elhamdülillahi Rabbil Aləmin, Ar-Rahmanir-Rahim. Adam var, inandırım, sən Fatihə surəsinin mənasını bilmir, qardaş. Oxuyur, deyirsən ki, sən Fatihə oxudun da, nə başa düşdün? Dinləmin qardaş, əzbərləmişəm də ərəb dilindən. Başa düşmür. Yaxşı, başa düşmürsənsə, sənə necə təsir eləsin? Necə qəlbin oyansın? Necə qəflətdən oyana bilər? Bəli, hər hərfinə 10 savab var Quran-ı Kərimin. Yeganə kitabdır ki, bax, bu qədər savabı cəm edib özündə. Hər hərfinə 10 savab var. Və sən bir səhifə oxusan, gör, nə qədər savablar qazansan. Lakin daha çox təsirini istəyirsənsə, qəlbinin islah olunmasını, təsirlənməsini, yumuşalmasını istəyirsənsə, sən mütləq o mənaları başa düşməlisən. Əks təqdirdə adamlar az kömək edir. Doğrudur. Savab qazanırsan, lakin məqsəd nədir? Oxuyub ibrət almaq deyilmi? Bəli, bəli. Allah Azza və Cəllə buyurdu, deyir, əfələ yətədəbbərunəl Qur'an Əm alə qulubin əqfəluhə. Məgər onlar Quranı oxuyub tədəbbür etmirlərmi? Yoxsa qəlblər qıfıllıdırmı? Qıfıl nə zaman asılır, Fərad? Tədəbbür edəndə, oxuyanda başınca, subhanallah, ayə mənə təsir elədi. Nə qədər sələfdən insanlar olub, onların vallahi sahabədən tutmuşlar sələfə qədər. Qardaş, onların qəlbini oyadan nə oldu? Onları titrədən nə oldu? Ayələri başa düşdülər. Ələm ya'ni lillezine amanu an taxşa qulubuhum li zikrillah. İman gətirənlərin qəlblərinin Allahın zikri üçün oyanma vaxtı gəlib çatmadımı? Fudayl ibn İyad bu ayəni işləndə israf olur, tövbə edir. Yol kəsən olur da adam, belə deyək də, yol kəsir insanların karvanlarına hücum edirdi, mallarını qəsb edirdi. Bizim müasir terminlə desə bu adam lotuluq edirdi. Reket idi, yol kəsən idi. Və niyə təsirləndi? Niyə düzəldi? O ayəni eşitdi, başa düşdü. Başa düşdü, gördü ki, bəli, artıq çatdı, ya Rabbim çatdı. Bəli, qəlbimin yumuşalma vaxtı gəlib çatdı. Başa düşdü. Başa düşməsəydi, düzələ bilərdimi? Yox. Deməli, təsirlənmə səbəbi nə oldu, gözəl qardaş? Məna başa düşdü. Bu Ramazan ayında da indi düzdür. Adam bəzən çox xətm eləmək üçün çox mənalarına baş vura bilmirsə, amma mən bütün qardaşlara tövsiyəm odur ki, bütün müsəlman bazı qardaşlarıma, Ramazan bitəndən sonra Quranı hər dəfə oxuyanda mənasına bax ki, şükür Allah, indi məna da tərcümə var da və Eşən Şəkər də Allah razı olsun tərcüməni eləyib, təfsirini. Adam oxuduqca vallahi ləzzət alır. Quran təfsirindən ki, subhanallah, bu ayə niyə nazil oldu? Bəzən insanlar var, eşidirsən, deyirlər, coşqun mən, biz oxuyuruq Quranı az amma deyil, başa düşmürük. Deyəm üçün təfsirdən qayıtmırsan. Oxuyur amma bilmir söhbət nədən gedir, necə başa düşsün? Deyək ki, ayə hər hansı bir hadisənin hökmündən danışır. Adam deyir, görürsən, nə baş verib ki orada? Allah Taala belə bir şey deyir. Onun üçün nə etməlidir? Təfsirə baxmalı ki, biz demə burada belə bir söhbət olub. Və Allah Taala belə bir ayə nazil edib, ya haqqı bəyan edib, ya hökm bəyan edib və ya hadisənin gedişatını bildirib və s. və ilaxır. Ona görə bəzi insanlar deyirlər ki, biz oxuyuruq, başa düşmürük. Çünki səndə oxuyursan, lakin bunun yanaşı digər məlumatlar da olmalıdır, İslami bilgilər, məlumatlar olmalıdır. Quran tərcüməni oxumamışdan qabaq, ümumi kitablar da oxumaq lazımdır ki, sənin İslam haqqında ümumi bir anlayışın olsun. Və həmçinin təfsirlə oxumaq daha gözəldir. Həm də maraqdan da ləzzət alırsan. Bunu həmişə deyirəm, Quranilər bu şeydən ən bədbəxt adamlardır. Vallahi.
Elə Quran, onlar Quransızlardır yəni əslində. Ayəni qoyarsan qabana, elə ayələr var ki, bax qarşısına qoy, oxuyub heç də başa düşməyəcək. Və oxuduğundan da ləzzət almayacaq. Çünki sünnəni inkar edirlər, təfsirləri inkar edirlər, deyirlər ehtiyac yoxdur, kimlərsə yazıb, nə üçün yazıb, bəziləri nə qədər danışır, nə bilim, o vaxtki xəlifələrin deyir, maraqlarına uyğun, o vaxtki ideologiya uyğun deyir, təfsirlər veriblər. Gör, nə qədər cəfəngiyatlı sözdür, gör, necə boş mənasız sözdür. Süleyman əleyhissalamın qarışqa ilə danışmağının, yəni onun mövcud hakimiyyətə, o vaxtki hakimiyyətə nə şey var ki, marağı var ki. Təsəvvür edin, bunu inkar edir. Gör, nə deyir? Deyir, subhanallah, deyir ki, yəni o vaxt bəzilər təfsir ediblər, niyə deyir? O mövcud hakimiyyətin maraqlarına uyğun tərcümələr ediblər. Yəni təfsirlər veriblər, daha doğrusu belə, izahlar veriblər. Və götür Süleymanın əleyhissalamın qarışqa ilə danışmaq. O vaxt ki, belə deyir, Əbbasi Əməvi hakimiyyətin nə marağı var idi ki, müfəssir əmr edir ki, bunu belə izah elə gedək ki, burada Süleyman qarışqa ilə danışıb. Nə marağı var ki? Və nə bileyim, o bəzi ayələr var, deyir ki, adını qoyub 18 plus. Yəni, subhanallah, yəni bunun mövcud hakimiyyəti hansı marağını oynayır ki bu? Nə bilim, hudhud quşu ilə danışması. O qədər sən təsəvvür edin, necə cəfəngiyat sözlər edirlər. Nə bilim, hədisləri inkar edirlər ki, mövcud hakimiyyətin zamanına uyğun yazıblar, qondarma şeyli, Əməvilərin, Abbasilərin, qiyamətin əlamətdə inkar edirlər. Görürsən, hansı hakimiyyətin marağındadır ki, qiyamətin əlamətlə inkar eləsin, qardaş? Vaxtında deyil, bir şey deyil, nə vaxt olacaq Allah bilir. Yəni, subhanallah, onu qedim ki, ən bədbəxt tayfadır, Rafizi və Quranilər. Quranın mənalarından uzaq olan tayfadır. Başa düşməz, ləzzət almazlar. Görəsən, Quran oxuyurlar ümumiyyətlə Ramazanda. Əksəriyyəti Quran oxumağı bacarmır, ha. Əksəriyyəti bacarmır, qardaş. Azərbaycanca oxumağı başa düşmürsən, oxuyursan, orada elə şeylər var ki, başa düşmürsən, bilmirsən, söhbət nədən gedir. Təfsirdən qaydırmasan, başa düşərsən, söhbət nədən gedir, qardaş. Bədbəxt adamlar başa düşmürlər, oxumurlar, marağında deyirlər, eləcə elə bir nəfərə qulaq asırlar, bir iki nəfər çıxıb Quransızlar, cəmaatı belə aldadırlar, Qurandan uzaq sarıblar, təfsirdən uzaq sarıblar, hədisdən uzaq sarıblar. Görürsən, hansı həzzə, hansı ləzzət alıb görürsən. Bu Ramazan ümumiyyətlə bunlar necə keçirirlər? Qurucu oruç tutmaqla, subhanallah. Yəni, Allah islah eləsin. Onun Ramazan oradan da mübarək ayıdır, Quran ayıdır. Quran bu ayda nazil olur və Peyğəmbər sallallahu əleyhi və səlləm də hər ay, daha doğrusu Ramazanda Quranı Cəbrail əleyhissalam bir yerdə xətm edərdi, oxuyar. Bu da sünnədir ki, həyatda bir dəfə xətm eləyəsən. Yəni faydalanmaq üçün də. Həqiqətən necə ki Allah buyurur, biz Quranı Ramazan ayında indirdik. Yəni həqiqətən Quran insanın qəlbinə daxil olur. Əgər Quran insanın qəlbinə daxil olarsa, insan fərəhlənir, sevinir, ibadətlərdən ləzzət alır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hər zaman dua edib deyərdi ki, Allahım, Quranı mənim qəlbimin baharı et. Bəli. Quranı mənim qəlbimin baharı et. Həqiqətən insan daim dua etməlidir ki, Allah azza və cəllə Quranı onun qəlbinə salsın. Və sonra Allah azza və cəllə ayənin arxasında buyurur ki, hudən linnəs. Bu Quran insanlara doğru yol göstərəndir. Və təcrübə əhli deyir ki, həqiqətən qeyri-müsəlmanların İslam'a daxil olduğu ən çox, daxil olduğu ay Ramazan ayıdır. Yəni insanlar ən çox İslam'a daxil olurlar Ramazan ayında. Və ən çox insanlar nə zaman tövbə edirlər? Ramazan ayında. Ən çox insanlar mallarından nə zaman xərcləyirlər? Ramazan ayında. Ən çox nə zaman... Deməli, subhanallah, bu o deməkdir ki, Ramazan ayı dəvət üçün böyük bir macaldır ya, subhanallah. İnsanlar dəvət eləmək üçün, onlara İslamı sevdirmək üçün, bax, vallahi Ramazan ayı böyük fürsətdir. Niyə? Çünki artıq, belə deyək də, hətta bu ayda, xəss olanlar belə bu ayda əl açıq olurlar. Deyirlər, fürsətdə iftar süfrələri verək. Bu bir ay belə xərcləsə, inşallah xərcləməyə adət eləyəcək, yoxsa yox? Eləyəcək. Artıq səxavətli birisi olacaq. Və Ramazan ayı fürsət. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. İbn Abbas deyir ki, Allah Rəsulü insanlar arasında ən səxavətli insan idi. Düzdür mü? Şək yoxdur. Deyir və deyir, Ramazanda Cəbrail ilə qarşılaşanda daha çox səxavətli olardı. Daha çox. Cəbrail aleyhissalam Allahın sevilli mələyidir, düzdürmü? Məxluqatındandır, itaətkar bir quldur, salihdir. Və salihlərlə oturmağın faydasına bax, deyir, daha çox səxavətli olardı. Və insan ona görə buradan fayda götürsən ki, gərək yaxşı yoldaşlar seçəsən özünə, dostlar seçəsən. İbadətdə, itaətdə, möhkəm olan insanın dostluq elə gələn ki, onlardan təsirlənəsən. Demək, bu ayda deyir, daha çox səxavətli olardı, yəni cömərd olardı. Nədə cömərd olardı? Yəni xərcləməkdə. Deyir ki, yanına elə bir insan gəlməsin ki, o nə səsləsə onu da verməsin. Heç kəsi də ələ boş qaytarmazdı.
Bəli. Və subhanallah, yəni bu elə bir mövzu bir sanki getdi ikinci hissəsinə, elə bir Bəli. Quran Ramazanın yəni özəlliklərindən Quran oxumaq, Allah razı olsun qeyd elədilər. Həmçinin bax sədaqə vermək. İndi bura keçdi elə ki sanki bu mövzuya. Ən gözəl ibadətdir vallahi Ramazan ayında. Sədaqə vermək. Deyir sahabə deyir ki, gəldiyi elə bir adam yoxdur ki, ona istədiyini verməsin. Nə istəyirdi verə, geri göndərməsin. Və deyir bir kişi gəldi. Subhanallah, hədis Müslimdə keçir. Deyir bir kişi gəldi, deyir və Allah Rəsulundan istədi. Allah Rəsulü ona deyir, 2 dağ arası dolu qoyun verdi. Yəni o qədər çox verdi ki, kinayə baxımından deyir. Yəni o qədər çox verdi ki, qənimətlərdən. Deyir çoxlu qoyunlar verdi. Adam qayıtdı qövmünə. Deyir ki, ey insanlar. Deyir gedin Muhammedin yanına onun dinini qəbul edin. Deyir sahabəti deyir, kasıbçılıqdan qorxmur. Nə istəyir verəcək? Bir kasıbçılıqdan qorxmur. Bugün bəzi qardaşlar var, müsəlmanlar var, subhanallah. 5 manat xərcləndə elə bilir ki, malından azalacaq. Subhanallah. Ay sən nədən qorxursan? Azaldı, çoxaldı. Azaldan da Allahdır, çoxaldan da Allahdır. Ruzini verən Allahdır da. Deyir, gedin yana, deyir, o deyir kasıbçılıqdan qorxmur. Nə istəyirsə deyir verəcək. Deməli, insanların hidayət olmasına səbəb nədir? Onlardan bir də xərcləməkdir də, Allah yolunda xərcləmək. Onların könlünü almağa səbəb nədir, qardaşım? Kasıbı sevindirməyin ən yaxşı yollarından biri, qardaş. Bax, ona bax, belə insan öz sədəqəsindən, malından verməz, pay verməsidir ki, qəlbi köksü genişlənsin, İslamın həqiqətən gözəl bir din olduğunu görsün. Ramazanda da fürsətdir ki, insan gərək, maşallah, yəni, belə deyək də, portmanatını açsın, xərcləməyə bacarsın. Bəli. Doğrudur. Fürsətdir Ramazanda yedizdirmək, içizdirmək ən əfzəl əməllərdən biridir. Yəni, həqiqətən yəni, Ramazan ayı mübarək bir aydır, sevimli bir aydır, salihlərin yəni, sevdiyi bir aydır. Salihlərin yarışdığı bir aydır. Nə ilə yarışır? Əməllə. Bugün bəzi insanlar haqqı olaraq dünya malını artırmaqla yarışır. Deyirəm, oyunu artırmaya, bina tikməklə, maşın sayını artırmaqla, ticarəti böyütməklə, rəqabət, salih əməllərlə yarış deyib oğulsan. Görək kimdə ala qalacaq. Görüm keçə biləcəksən. Aleykümselam. Görüm dala qalarsan, orada keçməyə hünərli ol da. Yarışla ki, mən səni keçəcəm. Məsələn, bugün 10 nəfər yetizdirdim, mən 20 nəfər yetizdirəcəm. Sən bugün təravihi qıldın, mən də qılacam. Nə bilim, cəmaət namazdan getdim, mən 5-nə gedəcəm. Salam aleykum. Aleykümselam. Otur qardaş, otur. Yəni, çalışmaq lazımdır. Salih əməllərdə yarışmaq lazımdır. Biz dünya malında yarışırıq. Kim qabağa getdi, kim daha çox bugün alver elədi, kimin daha çox ticarəti getdi, malı mülkü artdı. Oğul ona deyirəm, salih əməldə yarışsın. Desin ki, səndən dara qalmayacaq, qardaş. Sən bugün 1 cüz oxumusan, mən bugün 2 cüz oxuyacam. Görüm yarışar, belə yarışanlar azdır. Otur qardaş, otur. Belə yarışanlar azdır. Ramazanda da yarışmasaq, qardaş, biz nə vaxt yarışacaq? Fəstəbiqul xeyrat. Nə deyir Allah-u Teala? Deyir, xeyr əməllərdə yarışın. Demədi, dünyada yarışın, dünya malını əldə etməkdə yarışın. Yox, salih əməllərdə yarışmaq lazımdır. Və Ramazan da bax, fürsətdir insanın salih əməllərinin artırması üçün. Adət eləyəsən də mənim qardaşım. Bir ay təsəvvürlə gedən ki, sən ancaq salih əməllə məşğulsan. O bir aylarda necə olacaq? Rahat. İnsan bir şey öyrəşən necədir? Ona rahat gəlirmi, qardaş? Təzəli ki, Coşqun, bir nəfər işə götürmürsən, fəhlədir məsələn. Buna tapşırsan ki, qardaş, burada 10 meşok sementi daşımalısan buradan ora. Düzdür, qardaş? Birinci buna ağır gələcək. Onun dönə bu ingənən kimi əlini ağdan qaraya vurmayıb, gəl birindən biraz sement daşıyır kisələrlə. Bir aydan sonra bu netar olacaq. Qardaş, bu bir 50 sement daşımayacaq, qardaş. Örgəşib də adam vərdiş edib artıq. Deyir, ibadətdir və İbn-i Qeym deyir ki, onu deyir ki, İbn-i Qeym deyir. Ona görə deyir, siz özünüzü belə ibadətlərə belə örgəşdirin, deyir. Örgəşdirin, artır ibadəti ki, səndə artıq növbəti aylarda daha da olsun. Bu bugün mütəmadi hər gün oruç durur, qardaş, 30 gün dalbadal. Deməli, bu o demək ki, sən digər aylarda da rahat oruç tuta bilərsən, yoxsa yox? Bəli, tuta bilərsən. Təravih namazı qırırsan 11 rükət gecə namazı. Gecə vaxtı qıldan namaz təravih namazı da, qiyam-ı leyl, düzdürmü? Bu o deməkdir ki, qardaşım, sən digər aylarda da 11 rükət qılmağa qadirsən. Elədir, yoxsa yox? Cibindən xərcləyirsən, pulundan, malından, dövlətindən xərcləyirsən, qardaşım. Bu o demək ki, digər aylarda da xərcli olmaq lazımdır. Xərcləməyə bacarırsan, xərcləmək lazımdır. Yedizdirmək, içizdirmək, sədəqə vermək, zəkatını çıxartmaq, zəkat çıxartmaq fərzdir. İslamın 5 ərkanından biridir. Qardaş demişkən, bəzi müsəlmanlar Ramazanda edirlər bunu, ayın fəzilətinə görə. Əslində doğru deyil, amma hər bir halda əsas ki, çıxartsın. Deməli, sən zəkatı çıxartmağa bacarmalısan, qorxmaq lazım, kasıbçılıqdan qorxmaq lazım deyil. Allah Rəsulü qorxmayıb və bunu göstərib ki, sən də Allah yolunda ver, vallahi azalmayacaq. Zaten zəkat sözü ilə mənası artım, ziyadə deməkdir də, qardaş, artacaq da. Təmizlik demək, sənin malın təmizlənəcək, sənin günahlardan təmizlənəcəksən. Elə deyilmi, Coşqun müəllim? İnsanları bax, Ramazanda belə şeylərə təşviq eləmək lazımdır. Quran qiraəti deməli oxuya bilirsən, qardaş.
Deməli sən bu ay bir dəfə xətm eləmisənsə minimum. Deməli qardaş o bir aylarda da oxuya bilərsən. Deməli o bir aylarda xətm eləyə bilərsən qardaş. Yəni tənbəllik eləmək lazım deyil. Həmçinin Vüqar müəllim, Ramazan ayı intisar ayıdır. İntisar yəni qələbə ayıdır. Bəli. Ramazan ayına fikir verdikdə məsələn, görürük ki, məsələn tarixi hadisələrdən ən böyük qələbə məsələn Bədir döyüşü Ramazan ayında baş verib. Allah razı olsun. Məkkənin fəthi Ramazan ayında baş verib. Və nə qədər əksər döyüşlər, müsəlmanların intisar, yəni qələbə qazandığı döyüşləri Ramazan ayında baş verib. Alimlər bu necə izah edirlər? Deyirlər ki, çünki Ramazan ayında insan öz nəfsinə qalib gəlir. İkinci, şeytanına qalib gəlir. Üçüncü isə Allah Azza və Cəllə həmin o şəxsi düşməninə qalib edir. Bəli. Çünki əgər insan öz nəfsinə qalib gələrsə, şeytanına qalib gələrsə, Allah səni düşməninə qalib edəcəkdir və səni izzət edəcəkdir. Hətta bu haqda bir qıssa yadıma düşdü. Salahaddin Eyyubi, hamımız tanıyırıq, Allah onu rəhmət edəsin. İslam üçün böyük işlər görüb, Qudsu işğaldan azad edib. Və Salahaddin Eyyubi uşaqlıqdan belə deyək, məqsədi olub ki, Qudsu xristiyanlardan azad etsin və çabalar göstərib. Balvinlər 4 dəfə, 5 dəfə döyüşə daxil olub, əksəriyyətində uduzub, qalib gələ bilməyib. Və fikirləşib ki, səbəbi bunun nədir? Niyə biz uduzuruq? Bizim ordumuz onların ordusundan 4 dəfə, 5 dəfə çoxdur. Axır bir istixarə eləyib, bir düşünüb, məşvərət eləyib, insanları salıb küçələrə, Şamın və Misrin küçələrinə, deyib, kim gecə namazına qalxırsa onların adını yazın. Və bütün gecə namazına qalxanların adını qeyd eləyir və ordunu o şəxslərdən qurur və qələbə çalır. Deməli, itaət edirsənsə Allah Azza və Cəlləyə, Allah da səni qalib edəcəkdir. Burada Allahu Akbar, Əbu Bəkir radiyallahu anh söz yadıma düşdü. Deyir ki, biz deyir düşmənlərimizə deyir, düşmənlərə salih əməllərimizlə qalib gəlmişik. Yəni sən qolundakı gücə güvənmə, sən silahına güvənmə, sən nəyə güvənməlisən, qardaş, nəyə etimad eləməlisən? Salih əməllərə. Salih əməllər olmayandan sonra qarşında kim olsun, sən qələbə qazana bilmirsən. Mümkün deyil, bəli. Özünə güvənmə nədir ki, məsələn, Huneyn döyüşündə məşhur hadisə bilirsən də, Peyğəmbər zamanında olub, düzdürmü? Sahabələr sayda çox idilər kafirlərdən. Biraz belə deyək də, biraz özünə güvən gəldi. Bəli. Arxayanlaşa ki, çox oldu, qalib gələcək. Düzdür? Allah imtihan edə onlar yoxsa yox. Az qalsın məğlub olsunlar. Sonra Allah qəbirlərinə sabitçi saldı, yəni onları müvəffəq elədi. Yəni çoxluqla öyünməklə deyil də, düzdürmü? Çoxluqla deyil də. İnsan nə ilə qalib gəlir, gözəl qardaşım? Salih əməllər. Deyir, biz düşmənlərimizə salih əməllərimizlə qalib gəlir. Bugün deməli problem varsa, sıxıntı varsa, aradan qalxmırsa, qardaş, əməlləri düzəltmək lazımdır. Bəli. Tövbəni, istiğfarı artırmaq lazımdır. Günahlardan tövbə eləmək, salih əməllər yönəlmək, itaəti artırmaq lazımdır ki, Allahın yardımı gəlsin. Müsəlmanlar güc qüvvət toplasınlar. Və xüsusən islah olmaq, insanın birinci öz əqidəsini düzəltməsi, əxlaqını düzəltməsi, salih əməllər artırmaq, bunlar hamısı mühümdür. Yəni biz, əziz qardaşlar, qəlbimizə Quranla şəfa verməliyik. Yəni sinəmizə Quranla şəfa verməliyik. Yəni bir həkim var idi, bir nəfər xəstələnmişdi. Zəng vurdum o həkimə. Həkim dünyavi insandır. Həqiqətən dünyavi insandır. Zəng vurdum ki, ona bəs dostum xəstələnib, bir aydır, bunun xəstəlikdən şəfa tapa bilmir. Dedim, bir reçep yazarsınız, yəni müalicə alsın da. Mənə birisi nə dedi? Dedi ki, Quran oxuyur o. Dedim, hə, oxuyur. Deyir, çoxlu Quran oxusun. Dedim, bəs ikinci nəsin? Deyir, çoxlu dua eləsin. Deməli, üçüncü deyir, üçüncü gələr mənim yanıma artıq. Yəni, həkim belə deyir ki, yəni insanlara şəfanı Quran verir, dua eləsin. Həkimdir bu insan, yəni həqiqətən, bunun peşəsidir. Çünki həqiqətən Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Quranda insanlar üçün şəfa var. Bütün insanlar üçün şəfa var. Yəni, bu ayda biz Quranla əlaqəmizi düzəltməliyik. Yadıma bir hadisə düşdü, Ümmü Eyman hadisəsi. Ümmü Eyman Usamənin anası olur. Peyğəmbər sallallahu aleyhi və səlləm daim onu ziyarət edir, onun qayğısında olur, qocarvad olur. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişdikdən sonra Əbu Bəkir və Ömər dedilər Ümmü Eymanı ziyarət eləmək. Dedilər, görürlər Ümmü Eyman ağlayır. Ey Ümmü Eyman, ağlama, Peyğəmbər sallallahu aleyhi və səlləm yerində daha yaxşıdır, dostunun yanındadır, Allahın yanındadır. Bu dünyadan yaxşıdır onun yeri. Niyə hüzünlənirsən, niyə dərdlənirsən? Ümmü Eyman bilirsin nə deyir? Deyir, mən ona ağlamıram, deyir. Mən deyir, vəhiyin kəsilməsini ağlayıram. Quranın ötü darıxır, ayələrdən ötü darıxırdı insan. Biz belə Quranın ötü darıxırıq. Musaf əlimizdədir. Biz onu yalnız Quranı xətm üçün açırıq, xətm üçün. Amma onu başa düşmək üçün, o ayətləri tədəbbür etmək üçün, onu qəlbimizə salmaq üçün açmırıq.
Və bəzən də buna səbəb müəllim, həqiqətən günahlar olur. Günahlar olur. Allahdan belə deyək, küsmək olur, Allahdan uzaqlaşmaq olur və s. və s. İnsan özünü yaxşı tanıyır. Allah Azza və Cəllə bir insan özünü yaxşı tanıyır. O üzr gətirsə də belə. Hər birimiz özümüzü biz yaxşı tanıyırıq. Çalışaq ki, fürsətdir bu ay. Xüsusən də Ramazanın axırı 10 günə daxil oluruq. Yəni, böyük günlərdir. Yəni, Allah yanında həqiqətən çox əzəmətli bir günlərdir. Bu günlərdə elə bir gün vardır ki, 1000 aydan xeyirlidir. Gecə vardır ki, 1000 aydan xeyirlidir. Və bu 10 gündə özümüzü islah eləyək. Əgər halımızı düzəltməmişiksə, yalnız mədəmizi qidalardan saxlamışıqsa, dilimizi və orqanlarımızı haramdan saxlamamışıqsa, yəni bu ayda çalışağın, tövbə edəyin, dilimizi də qoruyağın, əzalarımızı da qoruyağın, bütünlüklə oruç tutağın. Peyğəmbər sallallahu əleyhi və səlləm də o axır 10 gün haqqında çox çalışardı həqiqətən. Deyir ki, son 10 gündə Allah Rəsulü daha çox əməllərdə iştihad eləyə çalışardı və deyir ki, o gecələri, 10 gün gecələri hamısını ibadətə keçirərdi. Və deyir, ibadətə keçirərdi və deyir, ailəsini də qaldırardı və deyir, kəmərinin bağını bağlayardı, belinin bağını bağlayardı. Bu nə demək? Yəni, qadınlardan uzaqlaşardı. Yəni, son 10 gün ancaq ibadət. Hər birimiz bilir ki, gecədən haqları var da, yatmaqdır, ibadətdir və ailə haqları var. Deyir, o gecələri hamısı ibadətdə keçirərdi. Ailəsini də qaldırardı və deyir, belinin kəmərinin bağlayardı. Yəni, bu kinayə babından deyir, yəni ki, qadınlardan uzaq durardı, yaxınlaşmaz qadın. Bu 10 gün fürsətdir. Bir şey qalmıyor, son 10 gündür və bu gecələri ibadətə keçirərdi. Ona görə, qardaşlar, yəni bu Qədr gecələrini həqiqətən ibadət keçirmək böyük bir niyyətdir. Dua ilə, zikirlə, Quran tilabəti ilə və son 10 gün ümumiyyətlə xeyir əməlləri artırmaq lazımdır ki, fürsətdir, indi bilmək olmaz. Gələn Ramazan bizim üçün var, yoxsa yoxdur. Allah ələm. Yəni, bu Ramazan nə qazandım, belə hesab elə. Bəlkə növbəti Ramazana gəlib çatmayasan. Deməli, bu mənim son Ramazanımdır. Necə ki, insan deyir, namazı xuşu ilə qılmağa kömək nədir? Sanki son namazın, düzdür? Elə qılırsan ki, bu son namazdır. Artıq mənim namaz qılmağa imkanım olmayacaq, mən bu dünyadan köçəcəm. O namazı necə qılarsan, inşallah? Deyərsən, qardaş, saatlarla tək il bitməsin də, mən namazımı qılım, belə xuşu ilə, ürəklə, Rəbbimə itaat edərək də belə necə lazımdır. Bu Ramazanda da xuşu necə olur, qardaşım? Ki, bu Ramazan gözəl keçir. Mənim bəlkə son Ramazanımdır, düzdür? Bəlkə növbəti Ramazan mənim fürsətim olmayacaq. Mən bu 10 günüm qalıb da, bir şey qalmayıb. Bunu elə keçirməliyəm ki, 20 gündə ola bilər, naqislik olub, müqəssir olmuşuq, nəyəsə az eləmişik. Bu son 10 gündə onları artırmaq lazımdır. Belə, Allah Teala bizləri hər birimizdə bu Ramazanı gözəl keçirən qullardan eləsin, gözəl tamamlayanlardan eləsin və bu ayı bitəndən sonra Allahın rəhmətini qazanan, əzabından qurtulan qullardan eləsin. Subhanakallahum və həmdik, əşhədu ən la ilahə illə əstəğfiruka və etûbu ileyk.